Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Gördüğünüz gibi bugün sizinle çeyrəkdən qış hazırlığı edeceğiz. Kanalımızda artık çeyrək mürəbbəsinin, çeyrək ceminin hazırlama qaydası var. Maraqlananlar onlara da baxa bilərlər. İnşallah gələcəkdə daha fərqli söz vermirik, amma çalışacağıq ki, imkan daxilində çeyrəkdən daha fərqli qış hazırlıqlarını sizinlə paylaşaq. İnşallah biz cemi sizinlə aqardan hazırlamışdıq. Aqar da çox tapılmır. İnşallah daha sadə, hamının əli çatan formada cemin hazırlama qaydasını sizinlə paylaşarıq. Qismət olsa əgər. Bu günləri çeyrəkdən smokva hazırlayırıq. Smokva elə bil ki, marmelada bənzəyir, amma bunun adı smokvadır, marmelad deyil. Biz onu kitabdan götürmüşük, gördüyünüz kimi. Smokvanın başqa adı quru mürəbbədir. Birinci çiyələyi yaxşı yoruq, artıq yumuşuq. Sapaqlarını çıxarıb pişirəcəyimiz qazanın içərisinə tökürük. Götürdüyümüz çiyələklərin hamısını təmizlədik. 2 kilodan bir qədər artıq idi çiyələyimiz. Onun saplaqlarını təmizlədik. 1-2 dənə içərisinə xarabları çıxdı, onları çıxardıq. 2 kilo qalar burada. Kitabda yazılıb ki, bunu pişirəndə içərisinə biraz da su əlavə etmək lazımdır. Amma bizim çiyələyimiz çox zərifdir. Özü su salacaq. Qapağını bağlayırıq. Siz desəniz, əgər ehtiyac varsa biraz su əlavə edə bilərsiniz. Bam ateşdə qoyuruq ki, özü su salsın. 15 dəqiqə vam ateşdə qaldı. Gördüyünüz kimi artıq nə qədər su salıb. Görürsünüz ki, dibi sudur bütün. Bu çiyələyin öz suyudur. Heç su tökməyə ehtiyac yoxdur. Biraz qarışdırırıq. Altda olan çiyələklər artıq əziliblər. Qazı bir qədər artırırıq. İlk vaxtlarda qarışdırmağa çox ehtiyac yoxdur. Ara sıra gedib gəlib qarışdıracağıq. Amma bir müddətdən sonra suyu çəkiləcək. Yapışma ehtimalı daha böyük olacaq. O vaxt gərək biz onu daima qarışdıraq ki, dibinə yapışmasın. Mən indi onları deyirəm, amma həmin etapları da sizə sırası ilə göstərəcəyəm. Hələ altının qazını artırırıq. Gözləyirik ki, yumşalsın, pişsin. Artıq demək olar ki, bütün meyvələr yumşalıblar, tam suya düşüblər. İndi üzərinə nə köpükləri çıxdı, yığıb atırıq. Yəni pişən müddətdə nə köpüyü çıxdı, yığmalıyıq. Tam köpüklərini yığandan sonra bir limonun suyunu sıxmışıq, gördüyünüz kimi. Üzərinə əlavə edəcək. Limonun suyu da onun qatlaşmasına kömək edir. Onu daha tez bərkidir. Bacardığımız qədər köpüklərini yığdıq. İndi dediyimiz kimi içərisinə limon şirəsini, bir limonun şirəsini əlavə edirik. Meyvələr demək olar ki, tam yumşalıblar. Elə onu qaşıqla da əzmək olar. İstəsəniz bu vaxt onun içərisinə blender salıb əzə də bilərsiniz, püre halına sala bilərsiniz, amma biz onu eləməyəcəyik. İçərisinə meyvənin yarısı qədər şəkər tozu əlavə edirik. Yəni 2 kiloqram meyvədir burada, 1 kiloqram şəkər tozu əlavə olunur. Şəkər tozunu əlavə edib qarışdırırıq və nəzarət altında suyunu çəkirik. Artıq bir xeyli qatılaşıb, gördüyünüz kimi, amma tam hələ hazır deyil. İndi üzərinə biraz xırda-xırda köpüyü çıxırsa, onları da yığıb atırıq pişən müddətdə. Bunu o dərəcədə qatılaşdırmalıyıq ki, marmelad kimi. Biz sizinlə helva, alman marmeladları hazırlamışıq. Onları izləmişsinizsə, orada necə qatılaşdırırıqsa, burada da həmin qaydada. Qaşığı çəkəndə rahatlıqla qabın dibindən ayrılmalıdır. Qabın dibi görünməlidir. Canında suyu qalmamalıdır. Əgər bu qaydada hazırlasanız, inanırıq ki, sizdə də çox gözəl nəticə alınacaq.
Biz keçən səfər hazırlayanda izləyicilər deyirdilər ki, eləsi var idi hazırlayırdı, alınırdı. Eləsi də var ki, hazırlayırdı, deyirdi ki, bərkimir. Ona görə mən sizə yenə də dönə-dönə tapşırıram ki, bunu kifayət qədər suyunu alın. Suyunu alandan sonra da əvvəl-axır o bərkiməlidir. Bərkiməmək kimi bir ehtimal yoxdur. Biraz meyvədən asılı olaraq ola bilər ki, bir qədər uzun müddətə bərkisin. Hər meyvə də eyni deyil. Amma əvvəl-axır bərkiməlidir. Narahat olmayın, ürəklə hazırlayın. Bu vaxtdan sonra görürük ki, yavaş-yavaş suyu çəkildikcə qıldayıb ətrafı bulayır, əlimizə sıçraya bilər. Ona görə də durmadan biraz zəhmət çəkib bunu qatılaşdırmaq lazımdır. Artıq hazırdır. Kifayət qədər qatılaşıb. Görürsünüz, qaşığı çəkəndə dibindən ayrılır. Artıq suyu qalmır dibində. Tam təmiz görsənir dibi. İndi biz onu mərciməyin içərisinə boşaldacağıq. Mərciməyin hər tərəfinə bərabər yayırıq. Otaq şəraitində uzağı 3-4 günə bərkiyir. Bir üzü bərkəndən sonra çeviririk, digər üzü də bərkiyir. Yəni bərkiməmək kimi ehtimalı yoxdur, narahat olmayın, hazırlayın. Biz 3-4 gün bundan qabaq hazırladığımız smokvanı kəsib sizə göstərmək istəyirik. İnanılmaz çox dadlı olur. Uşaqlar üçün də yaxşıdır, özünüz üçün də, ailəniz üçün də çox gözəl bir təamdır. Düzdür, bir qədər zəhmət tələb eləyir, amma dadını yeyib, dadına baxandan sonra deyəcəksiniz ki, çəkilən zəhmətə dəyər. Çox dadlıdır. Gördüyünüz kimi çox kifayət qədər bərkiyib. Nə qədər açıq saxlasanız bir o qədər çox bərkiyəcək. Biz indi onu kokosa bulayacağıq. Siz kokos sevmirsinizsə, qoz, fındıq ovuntusuna, ağ-qara şokolada da bulaya bilərsiniz. Uşaqlar üçün daha maraqlı olması üçün bunu müxtəlif formalara töküb formalı şəkildə də bərkidə bilərsiniz. Sonra ağ-qara şokolada bulayıb elə servis edə bilərsiniz. Biz indi onu kokosa bulayırıq. Çox dadlıdır. Siz bunu şirniyyatlarınızın içərisində də istifadə edə bilərsiniz. Bulkunun içərisinə, çünki suyu yoxdur, suyu axmayacaq. Qat-qat xəmirdən olan müxtəlif şirniyyatların içərisinə qoya bilərsiniz. Ponçikin içərisinə. Mətbəxinizdə də, şirniyyatlarınızda da istifadə edə bilərsiniz. Qarşıdan Ramazan ayı gəlir. Çay sürələrinizi hazırlayıb qoya bilərsiniz. Yəni birdən çox hazırlamayın, sizin üçün çətin olmasın. Elə 2 kilo belə mövsümü ərzində hazırlayın. İnanırıq ki, çox bəyənəcəksiniz. Bu qədər. Bu da bizim hazırladığımız çiyələk smokvası idi. Əgər bu videonu bəyəndinizsə, like etməyi, kanalımıza abunə olmağı unutmayın. Siz də hazırlayın, ailənizlə, balalarınızla şirin-şirin yeyin. Nuş olsun.